Gəncədə 1 yaş 6 aylıq körpənin avtomobil yoluna çıxması təhlükəli anlara səbəb olub. Məlumata görə, nəzarətsiz qalan uşaq küçəyə çıxıb. Həmin vaxt ərazidən keçən sürücülərdən biri vəziyyəti görərək avtomobilini saxlayıb və körpəni təhlükədən xilas edib. Daha sonra uşaq ailəsinə təhvil verilib. Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb. Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Gəncədə baş verib. Bakının Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb. Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. Zərər çəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliklə əlaqədar bir müddət evdə olmayıb. Geri qaydanda isə mənzilindən ona məxsus toz soran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib. Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar. Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir. Küllü miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Huradi Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli metadon M40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.